montaj prosesi yekunlaşıb. Evin ön hissəsi Guardian şüşələrlə işlənibdir. Asital profillərindən izo sistemli. İkinci mərtəbə H5B asital profillərində mexanizm olaraq zgenya istifadə etmişik. Birinci mərtəbədə də gördüyünüz kimi şüşə ara kəsmədir. H5B sistemli, izo sistem qapı. Mexanizm olaraq burada Alman istehsal mexanizmlərdən istifadə olunubdur. Şuradan baxanda içəri görsənmir. İçəridə də bu vəziyyət tam sərbəst şəkildə görsənir. Enerjiyə qənaət edən şüşələrdir. H5B sürgülü sistemimizdə həmişə kimi bir barmaq toxunuşu ilə necə sərbəst hərəkət edir. Stop elə deyir, dayandı. Bir barmaq toxunuşu ilə. İçəri görsənmir. Sərbəst şəkildə.